Herkese salam. Bugün sizə alman dilində while və den arasındakı fərqi izah edəcəm. Hər iki bağlayıcının tərcüməsi çünki deməkdir. Sadəcə while olan zaman cümlədə söz sırası dəyişir. Yəni xəbər cümlənin sonuna gəlir. Den olan zaman isə söz sırası olduğu kimi qalır. Məsələn, nümunələrə baxaq. Ich kann nicht kommen, weil ich krank bin. Ich kann nicht kommen, denn ich bin krank. Hər iki cümlənin tərcüməsi mən gələ bilmirəm, çünki mən xəstəyəm deməkdir. Sadəcə aralarındakı fərq while olan zaman xəbər cümlənin sonuna gəlir. Dendə isə heç bir dəyişiklik olmur. İkinci cümlədə Ich lerne Deutsch, weil ich in Deutschland arbeiten möchte. Ich lerne Deutsch, denn ich möchte in Deutschland arbeiten. Bu cümlənin də tərcüməsi mən alman dili öyrənirəm, çünki mən Almaniyada işləmək istəyirəm. Göründüyü kimi burada da while olduğu zaman xəbər cümlənin sonuna gəlir, dendə isə yenə heç bir dəyişiklik yoxdur. Üçüncü cümlədə Wir gehen ins Kino, weil der Film sehr interessant ist. Wir gehen ins Kino, denn der Film ist sehr interessant. Bu cümlənin də tərcüməsi biz kinoteatra gedirik, çünki film çox maraqlıdır. Burada da göründüyü kimi while olduğuna görə xəbər cümlənin sonuna gəlir, dində isə yenə heç bir dəyişiklik olmur.